Salam əziz izləyicilər, bu İsmaildir. Biz bugündən bu kanalda proqramlaşdırma üzrə dərsliklərə başlayırıq. İlk olaraq Java ilə başlayırıq. Bu dərsdə, bu videoda sizə Java'nın necə yüklənilməsi, JDK-nın yüklənməsi, yəni Java Development Kit və NetBeans'in yüklənilməsini göstərəcəyik. NetBeans nədir? NetBeans Java kodlarını yazıb execute eləmək üçün bir software'dir. Yəni bir proqramdır, özü də bir proqramdır. Yəni Java, ən əsas başdakı Java nədir? Java böyük software'lərin yazıldığı, web saytların yazıldığı proqramlaşdırma dilidir və ilk olaraq web saytları və böyük proqramları yazmaq üçün də Java'nın core hissəsini öyrənmək lazımdır. Yəni SY hissəsi olmadan siz YY hissəsinə, yəni Standard Edition var, Enterprise Edition var. Biz indi Standard Edition öyrənəcəyik və bunun üçün də bizə NetBeans hələ ki bəs edir. Deməli, açırıq Chrome'u və oraya yazırıq JDK plus NetBeans. Bunu yazırıq. Qabağımıza çıxır Oracle'ın saytı. Əgər saytı tapmasaz, açıqlamada linki vermiş olacağım ki, oradan götürə biləsiniz. Burada accept edirik lisenziyanı. Daha sonra isə öz əməliyyat sisteminizə uyğun Linux'dursa Linux, Mac'dursa Mac, Windows'sa və 32-64 bit olaraq ayrılıb. Yəni x86 bildiyiniz kimi, yəni 32 biti nəzərdə tutur. 64 bitdir mənim kompüterimdə və mən onu yüklədim. Bayaq internetdən yüklədim, bayaq ki, vaxtdan itirməyək. Və heç bir şey. Adi bir Windows'a necə oyun və yaxud proqram yükləyirsinizsə, bu da həmən qayda ilə next basıb yükləyəcəksiniz. Mən bayaq yüklədiyimə görə indi böyük ehtimal ki, ikinci dəfə üst-üstə yükləmə alınmayacaq. Ona görə birbaş artıq keçək NetBeans'in açılmağına. Yəni NetBeans yükləndi və siz NetBeans'i açdınız. Belə olur. Və gəlirik bura. Burada yeni bir Java proyekti. Projects Java Application seçirik. Next basırıq. Application'a bir ad veririk. Məsəl üçün ilk program. Finish. Yəni enter'e basırıq, finish olur. Açıldı, gördüyünüz kimi NetBeans bizim üçün əvvəlcədən package-ini də, klası da yaratdı. Main metodunu da yaratdı. Bu metodun nə işə yaradığı və s. bunları biz gələn dərsdə öyrənəcəyik. Bu dərsdə yalnız JDK və NetBeans'in yüklənilməsi idi. Yəni sizin Java kodları yazmaq üçün lazım olacaq toollar və yaxud alətlər, belə deyək, onları yükləməkdir. Gələn dərsdə görüşənədək sağ olun.